Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Söhrəm Musayeva, rejissor pultu arxasında Mina xanım Mamayeva. Məlum olduğu kimi, ötən istirahət günü Donetsk və Luqansk vilayətlərində federal idarə üsulu tərəfdarları referendum keçirib. Xatırladaq ki, hər iki vilayət aprel ayında özünü Xalq Respublikası elan edib və referendumun keçirilməsi də bununla əlaqədardır. Bülletenlərə bir sual daxil edib. Müvafiq olaraq Donetsk və Luqansk Xalq Respublikalarının dövlət müstəqilliyi barədə aktı dəstəkləyirsinizmi? Səsvermə Kiyev hakimiyyətinin Ukraynanın şərqində xüsusi əməliyyatlar keçirdiyi şəraitdə baş tutub. Beləliklə, Donetsk vilayətində əhalinin 74,87% referendumda iştirak edib və onların 89,7% dövlət müstəqilliyi haqda aktı dəstəkləyib. Rusiya hökuməti 2014-cü ildə federal büdcədən Krım və Sivastopol büdcələrinin tarazlaşdırılması məqsədlərinə 55,4 milyard rubl dotasiyanın ayrılması təşəbbüsünü dəstəkləyib. Beləliklə, Krım büdcəsinə 44,8 milyard, Sivastopol büdcəsinə isə 10,6 milyard rubl ayrılacaq. Ölkənin Maliyyə Nazirliyi bəyan edir ki, 2017-ci ilə Krım dotasiya tələb olunmayan regiona çevriləcək. Güclü yağışlar nəticəsində Kirgebil rayonunda Aymafinka çayı daşıb və nəticədə transformator və avtomobillərə zərər dəyib. Aymafi kəndində zərər çəkənlər qeydə alınmayıb, hər hal bu məlumat dəqiqləşdirilir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları elektrik xətlərinin bərpası ilə məşğuldur. Təbii fəlakət nəticələrinin ləğvinə Nazirliyin 6 nəfər əməkdaşı və 4 ədəd texnikası cəlb olunub. Respublikanın Kənd Təsərrüfatı və Ərzaq Nazirliyində keçirilmiş müşavirədə Dağıstanda arıçılığın inkişaf perspektivləri müzakirə olunub. Tədbirdə Respublika Arıçılıq İttifaqının sədri Abdülətif Məhəmmədibirov, biologiya elmləri doktoru Əliblat Həsənov iştirak edib. Qeyd olundu ki, Şimali Qafqazın təbiət və iqlim zonasında yerləşən Respublikamızda arıçılığın səmərəli inkişafı üçün hər cür şərait vardır. Odur ki, müvafiq sahəyə dövlət yardımı göstərilməli, qayğı ilə əhatə olunmalıdır. Onu da qeyd edək ki, cari ildə müvafiq idarə tərəfindən 2014-2016-cı illərə Dağıstan Respublikasında arıçılığın inkişafı məqsədli proqramı qəbul edilib. Tədbirə yekun vuran Respublikanın Kənd Təsərrüfatı Nazirinin müavini Şamil Baxarçiyev, Arıçılar İttifaqı ilə birgə inkişaf planı işləməyin Dağıstan bazarından keyfiyyətsiz balın sıxışdırılması üçün rəqabətə davamlı məhsul istehsalının zərurliyini vurğulayıb. Respublika heyvandarları üçün ən məhsul dövr köç başlanır. Qışlaqlardan yaylaqlara 1,5 milyon qoyun quzu daşınacaq. Bu əlaqədə Respublika hökuməti sədrinin müavini Şarif Şaripov heyvandarlıq təsərrüfatlarına baş çəkib. Cari il mövcud əlverişli hava şəraiti hələ yaz aylarında sahələrdə zərərvericilərin peyda olmasına və bitkilərin xəstəliklərə yoluxmasına gətirib çıxarıb. Müvafiq məlumatla Roselxozsentrin Dağıstan filialı çıxış edir. Bitkilərin müdafiəsi məqsədi ilə xəstəlik törədiciləri və qışlayan zərərvericilərin məhvinə sirayət edən tədbirlər həyata keçiriləcək. Fermerlər də gərəkli tədbirlərə əl atmalı olacaqlar. Bugün may ayının 12-si Ümumdünya Şəfqət Bacısı günü kimi əlamətdardır. Bu peşə bayramı İngiltərənin məşhur tibb bacısı Florence Nightingale-in ad günü münasibəti ilə təsis edilmişdi. Məhz o, 1853-1856-cı illərdə Krım müharibəsi zamanı dünyada ilk dəfə olaraq şəfqət bacıları xidmətini təşkil etmişdi. Müharibə illərində tibb bacılarını yaralıları xilas edən sanitar kimi qəbul edirdilər. Baxmayaraq ki, bu bayram 150 illik tarixə malikdir. Bununla belə məhz 1974-cü il may ayının 12-sində beynəlxalq səviyyədə tibb bacısı gününün qeyd edilməsi üzrə rəsmi qərar çıxarılır. Bu peşə bayramı tibb bacılarının beynəlxalq şurası təşkil olunandan sonra dünyanın 141 ölkəsində geniş surətdə qeyd olunur. Ötən istirahət günləri daha dəqiq desək, may ayının 10-da Evrovidение 2014 musiqi müsabiqəsinə yekun vurulub. 1988-ci il təvəllüdlü Avstriyalı müğənni həvəskarları arasında daha çox Conchita Wurst kimi tanınan Thomas Neuwirth 290 bal toplayaraq birinci yerə layiq görülüb. Müsabiqənin finalında 26 ölkənin nümayəndəsi çıxış edib. Rusiyanı təmsil edən 17 yaşlı Mariya və Anastasiya Talmaçova bacıları 7-ci yerə çıxıb.
Mahaçqalanın Anji Futbol Klubu ölkə çempionatının sonuna bir tur qalmış Premier Liqanı tərk edir. Mahaçqala komandası Krasnodarın eyni adlı komandası ilə oyunu 0-1 hesabı ilə uduzaraq Milli Futbol Liqasında yerini saxlamaq şansını itirib. Çempionatın son oyununda Anji Samaranın Krılya Sovetov komandasını doğma stadionunda qəbul edəcək. Oyun may ayının 15-də keçəcək. Siz son xəbərləri dinlədiniz.